Nizam bəy, bir daha salam. Aleykümselam. Dünənki paylaşımımızda Ağdaş yemin məhsul olan 443 bitirmə yemi oldu və bu da Quban yemlərinin sonuncu yemidir və Quban yemlərinin sonuncu reklamı oldu. 443 bitirmə yemi neçə günündən neçə gününə qədər verilməlidir? Neçə gün veriləndən sonra kəsimə yararlı olacaq? Deməli 443 ətli hissələrin 3-cü yemidir. Bundan öncə məlumat vermişdik 441, 442, 443. Ümumi bu yemlər ətli hissələrə 30-32 gün müddətində verilən yemlərdir. Nəticədə göz qabağında olur. Yəni başlanğıc demişdik bundan öncə 350 qram 100 yem verilməlidir. 11 gündən 25 günə qədər 442 kodlu yem, yəni ətli böyütmə yemi verilməlidir. 443 kodlu yemimiz ətli bitirmə yemidir. Bu da kəsim müddətinə hazırlananda düzələr, kəsim müddətinə verilən yemdir. Bu da 25 gündən 30-32 günə qədər verilən yemdir. Bunun da faydaları xeyri ətli düzələrin həm formalaşdırması, həm tüklərinin daha belə gözəl bir formaya gəlib çıxması, bir də ətin dadın dəyişməsi, bərkitməsi, daha da yaxşı faydaları var. Bundan istifadə edən bizim müştərilərimiz də var kəsim müddətində. Çox gözəl nəticələri var.